Əziz dostum, qardaşım Mirələmin dəyərli atası Fərman kişinin 68 yaşında haqq dünyasına qovuşması bizi dərindən sarsıtdı. Mirələm atasına çox bağlı, onu böyük sevgi və ehtiramla sevən bir övlad idi. Bu sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar şair, Cavanşir İdman Klubunun prezidenti polkovnik Cəlal Qurbanov xanəndə Mirələm Mirələmovun atasının vəfatından dərindən sarsıldığını bildirərək qeyd edib. O bildirib ki, bu gediş bütün doğmaları üçün çox ağır bir itkidir. Fərman əminin gedişi ailəsi, doğmaları və onu tanıyan hər kəs üçün ağır itki oldu. Bu ağır itkinin acısını bölüşərək Mirələm qardaşıma, bütün ailə üzvlərinə və doğmalarına ailəmizin adından dərin hüzünlə başsağlığı verir, uca Allahdan Fərman əmiyə rəhmət, yaxınlarına səbir və dözüm diləyirik. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun.